Mingəçevir şəhərinin boşalması ilə bağlı iddialar səsləndirilib. Belə ki, sosial şəbəkələrdə yayılan videoda bir sahibkar müştəri yoxluğundan obyektini bağladığını bildirir. Onun sözlərinə görə küçələr boşdur və yollarda demək olar ki, avtomobil hərəkəti müşahidə olunmur. Mingəçevirdə nə baş verir? Sakinlər şəhəri niyə tərk edir? Qlobal İnfoza danışan Mingəçevirin deputatı Aydın Mirzəzadə deyib ki, SSR-nin dağılmasından sonra şəhərdə məhsulları əsasən SSR bazarına yönələn zavodların əksəriyyəti fəaliyyətini dayandırıb. Stat: Buna görə də şəhərdə iş yerləri baxımından müəyyən çətinliklər yaranıb. Son illərdə isə yeni iş yerlərinin yaradılması istiqamətində bir sıra layihələr həyata keçirilir. Belə ki, şəhərdə tekstil kombinatı açılıb və burada təxminən 700 iş yeri yaradılıb. Həmçinin həmin müəssisənin ərazisində əlavə zavodların açılması planlaşdırılır. Keçmiş Texniki Rezin Məmulatları Zavodunun yerində 2 yeni müəssisənin yaradılması üçün hazırlıq işləri aparılır. Energetiklər qəsəbəsində isə təxminən 400 nəfərin çalışdığı elektrik stansiyası istifadəyə verilib. 2016-cı ildə Mingəçevir Dövlət Universitetinin yaradılması tələbə sayının artmasına və bununla da xidmət sahələrinin genişlənməsinə şərait yaradıb. Şəhərin giriş hissəsində universitet şəhərciyinin salınmasına hazırlıq gedir. Beləliklə, tələbə sayının 5000-dən 10.000-ə qədər artacağı və kirayə mənzil bazarı ilə xidmət sahələrinin inkişafına təsir edəcəyi gözlənilir. Statın sonu. Yazını tam halda şərhdəki linkdən oxuya bilərsiniz. Əziz izləyicilər, xəbərlərdən məlumat əldə etmək üçün kanalımıza abunə ola bilərsiniz.